Salam dostlar. Bu dərsimizdə Lookup Anti-Reference qrupunda aid olan adres funksiyası haqqında danışacağım. Adres funksiyası dinamik şəkildə xananın ünvanını yaratmaq üçün istifadə olunur. Bəs xana ünvanı deyəndə nə nəzərdə tutulur? Baxın, Excel-də istənilən xananın, bura diqqət edin, bir ünvanı vardır. Ünvan sütunun adından, yəni F və sətrin nömrəsindən asılı olaraq yaradılır. F11 şəklində. Baxın, S7, yəni sütunun adını götürür və sətrin nömrəsini götürür. Birinci sütun adı gəlir, sonra isə sətr adı, indeksi gəlir. Bu, bizim cari olaraq istifadə edədiyimiz bir standartdır. Əgər mən, deyək ki, sheet 2 xanasında bərabərdir, sheet 1-in A1-i desəm, baxın, ünvan belə olacaq. Sheet-in adı gələcək, yəni sheet 1-dəki A1 xanası mənasına gələcək. Əgər mən bu A1 xanasının sağına, soluna dollar qoysam, bu xana stabil olacaq. Nə deməkdir? Baxın, deyək ki, mən sheet 1-ə yazmışam, innat. Və mən gəlib sheet 2-də desəm ki, bərabərdir sheet 1-dəki A1 xanasına və enter tıklasam, bu sheet 1-də A1 xanasına nə söz yazsaq, sheet 2-də də A1 xanasına eyni söz yazılacaq və bunu aşağı doğru bir çəkək. Baxın, növbəti 0 yazdı. Baxsaq, diqqət edəsək, sheet 1-in A2 xanasına istinad edildiyini gördük. Yəni, baxın bu xanaya. Bura dəyişik yazsaq, bilik paylaşdıqca artar. Onda gəlib sheet 2-də də görəcək ki, eyni söz burada yazılmış oldu. Əgər biz istəsək ki, bu xanaları tutub aşağı doğru çəkəndə də həmişə innab sözü yazılsın, yəni həmişə sheet 1-in A1 xanasını istinad edəsin, onda gələcək A1 xanasının üzərinə F4 və sağına və soluna dollar işarəsi qoyacaq. Yəni hərfin sağ və sol hissəsinə dollar işarəsi qoyacaq. Bunu əllə də eləyə bilərik. Yəni gəldim, fərdi şəkildə dollar işarəsi qoydum. Bax, bu şəkildə. Bəzən istifadəçilər götürüb A1, bax, bu şəkildə dollar qeyir. Bu səhv bir yazılış formasıdır. Yəni, buna yol vermək lazımdır. Baxın, enter tıklayanda belə bir xətanın olduğunu görmüş olaraq. Gəlin, sağına və soluna F4 qısa yolunu tıklamaqla dollar işarəsi qoyaq və enter tıklayaq. Biz indi məlumatları aşağı doğru çəksək və yaxud da sağa doğru çəksək, eyni ilə innab sözü yazılmış olar. Və sual yadıma bilər ki, dolları sağa qoyduqda nə mənaya gəlir? O deməkdir ki, sağa doğru dollar işarəsi, sağ tərəfdə dollar işarəsi olanda məlumatları sağa doğru çəkəndə dəyişəcək, amma aşağı doğru çəkəndə dəyişməyəcək. Gəlin test edək. Deyək ki, burada innab sözü yazılıb, burada da yazılıb, məsələn, bilik sözü. Bilik paylaşdıqca artar. Və burada da yazaq, Excel 55 dərs. İndi mən istəyirəm ki, bu məlumatı sağa doğru tutub çəkərəmsə burada yazılsın, baxın, bilik paylaşdıqca artar sözü, amma aşağı doğru çəkərəmsə, məlumatlar dəyişməsin. Bunun üçün nə etməliyəm? Gəlməliyəm, sağ tərəfdə dollar işarəsi qoymalıyam və A1 xanasını tutub sağa doğru çəkəcəm. Baxın, oldu, bir iş paylaşdıqca artar. Amma aşağı doğru dəyişsəm, yenə də həmin sözlər yazılmış olacaq. Deməli, biz sağa dollar işarəsi qoymaqla məlumatları sağa doğru çəkəndə, yəni sətirlər boyu çəkəndə dəyişilməsinə icazə veririk. Amma aşağı doğru çəkəndə dəyişilməsinə icazə vermirik. Yəni, həmişə eyni xanaya istinad edilmiş olur. Yox, əgər biz istəsək ki, məlumatları aşağı doğru çəkəndə dəyişsin, amma sağa doğru çəkəndə dəyişməsin, onda sol hissədə dollar işarəsini qoyacaq. Baxın, çəkirəm sağa, eyni ilə innab sözü qaldı, amma aşağı dəyişəndə olacaq 55 dərsə, Excel 55 dərs. Bunları deməkdə məqsədim nədir? Xatırlayırsınızsa, bu barədə mən sizə ətraflı məlumat vermişdim. Yəni, dollar işarəsinin sağda, solda və yaxud da olmaması nə mənaya gəlir. Gələk digər bir standarta.
Mən sizə dedim ki, Excel'də xanaların istinad edilməsi iki standarta görə müəyyən olur. Birinci standart standarta görə standartın adı A1-dir. İkinci isə R1, S1 standartıdır. Bu nədir? A1 olanda bizim faktiki istifadə etdiyimiz xananın üslubu A1 standartlarına uyğun gəlir. Yəni, xananın ünvanı dedikdə birinci sütunun adı yazılır, yəni A xanası və sonra sətrin nömrəsi yazılır. Digər standart isə R1, S1 standartıdır. Yəni, biz A1 xanasını istinad ediriksə, onda deyirsik ki, R1, yəni birinci sətir, birinci sütun. Gəlin, bunu propertilərdə necə dəyişmək olar? Gəlirik file menusuna, options. Baxın, burada formulasa gəlirik. R1, S1 reference style. Əgər bu seçimə OK tıklasaq, seçim versək, OK tıklasaq, baxın, bizim cədvəlimizin forması dəyişdi. Sütun adları da rəqəmlərlə oldu, sətir adları da. İndi gələk yazaq, bu xana bərabərdir. Gəlin, buraya yazaq, eyni qaydada. Bu xana bərabərdir bu xanaya. Enter tıklayaq. Baxın, R1-in R-si, yəni elə birinci sətir, birinci sütun deməkdir. Gəlin, burada yazaq bərabərdir. Sheet 1-dəki bu. Bu demək ki, Sheet 1-dəki 6-cı sətir, birinci sütunda olan məlumatı tapıb getsin. Və OK tıklasaq, Sheet 1-dəki həmin məlumata istinad eləmiş olduq. Yəni, gəl burada göstərək, bərabərdir. Bu xana deyək. Baxın, bu deməkdir ki, sətir olduğu kimi eyni sətirdir. Amma sütun bir soldakı sütundur. Fikir verin, sətir olduğu sətirdir, sütun isə bir əvvəlki sütundur. Gəlin, bir əvvəlki sətri istinad edək. Onda R-in qarşısına -1 yazdı, sütuna heç nə yazmış olmadı. Deməli, R1, S1 standartlarının da nə olduğunu tam başa düşdük. Gələk, əvvəlki formaya qayıdaq. Options, formulas. Burada seçirəm R1, S1 style, reference style'dan çek işarəsini götürdüm və OK düyməsini tıkladım. Baxın, əvvəlki formaya gəlmiş oldu. İndi gələk adres funksiyasını öyrənək. Adres funksiyası ilə biz dinamik şəkildə götürdüyümüz ünvanı yaradacağıq. Baxın, dinamik o deməkdir ki, yəni həmişə dəyişilə bilən, statik isə bir dəfə təyin olunur, sonra isə dəyişmir. Baxın, gəlirəm, lookup reference, address, row numberə deyirəm, birinci sətir. Mən burada nə edəcəm? Sheet 1-dəki A1 xanasını istinad edəcəm. Column numberə yenə 1 yazaram, çünki birinci sətir, birinci sütundur. ABC numberə. Bu nədir? ABC number hər iki tərəfdə dollar işarəsi olub olmamağını müəyyən edir. Yəni, stabil olub olmaması. Əgər biz bura 1 yazsaq, hər iki tərəfdə dollar olur. 2 yazsaq, sağa doğru dollar olur. Yəni, sağa doğru çəkəndə dəyişmək olacaq. Alta doğru çəkəndə dəyişmək olmayacaq. 3 yazsaq solda, 4 yazsaq isə hər iki tərəfindən dollar işarəsini götürmüş olduq. Gəlin, 4 yazaq. A1 style da mənim əvvəldə dediyim idi. Əgər biz bura 1 yazsaq, baxın, A1 kimi tanıdı. Yox, 0 yazsaq, R1, S1 kimi tanıyacaqdır. Gəlin, burada 1 yazaq. Sheet text hissəsini yazıram. Sheet 1. Yəni, Sheet 1-dəki A1 xanası. Və OK tıklasam, baxın, Sheet 1-də A1 ünvanını bizə qaytarmış oldu. Deməli, adres funksiyası ilə biz bir xanadakı bir xananın ünvanını statik olaraq dəyişməyə bildik. Ünvanlara gəlmişkən biz ünvanların, yəni bir neçə xanaya baxın, bir ünvanı verə bilərik. Yəni, məsələn, mən A1 xanasına, yəni burada A5 xanasını götürək. Bu xananın adını A5 deyil. Məsələn, deyək ki, burada bizim faiz nisbətimiz öz əksini tapacaq, gəlmə yazaq. Olsun vergi dərəcəsi. Mən istəyirəm ki, məsələn, deyək ki, mənim yuxarıda əmək haqqı verilib. Əmək haqqı 1000 manat deyək ki. Mən istəyirəm ki, bunu həmişə vergi dərəcəsinə vuram. Olsun vergi, yəni vergi dərəcəsi. Yəni, bu bərabərdir. Belə də yaza bilərəm, yəni həmişə A4 istinad edə və ya elə A4-ün adını dəyişən burada yazıram vergi dərəcəsi. Enter tıklayıram. Burada yazıram bərabərdir vergi dərəcəsi. Enter tıkladım, eyni nəticəni vermiş oldu.
Vergi dərəcəsi mən A4 yox A5 eləməliydim. Bir istəyirəm bizə dəqiqə gözləyin. Gəlin buraya yazaq ayağında A5-ə. Ya da elə bunu yuxarı sürüşdürürəm. Buraya yazıram. 5-dir vergi dərəcəsi. Bərabərdir vergi dərəcəsi yazıram. Üzr istəyirəm bircə dəqiqə. Deməli, mən bu xanaya vergi dərəcəsi yazmaq istəyirəm. Gəlirəm yazıram vergi dərəcəsi 1. Düzdürmü? Mən istəyirəm ki, həmişə də bu xanaya A4 deyə yox, vergi dərəcəsi deyisinə deyim, vergi dərəcəsi 1. Enter tıkladım, baxın orada yazılan məlumatlar burada yazılmış oldu. Biz bu haqda formulasında name manager, define name hissəsində tam ətraflı məlumat verəcəyik. Sadəcə burada ilkin məlumatı verirəm ki, ilkin girişlər sizdə formalaşsın. Yəni, bu hissəni tam olaraq qavramadıysa bir problem yoxdur. Yəni, xananın ünvanını dəyişmək. Deməli, biz şit 1 A1 xanasına dinamik olaraq istinad elədik. Əgər biz burada məsələn rəqəmləri dəyişsək, desək ki, 5-ci sətir, 5-ci sütununu qaytar. Baxın, burada da dinamik şəkildə şit 1 Y5 ünvanını bizə qaytarmış oldu. Bu dərsimiz bu qədər. Növbəti dərslərimizdə görüşənədək.